Salam əziz tamaşaçılar, əziz Xural televiziyasının izləyiciləri. Bugün efirə çıxmaqda məqsədim Hidayət Orucovdan danışmaqdır. Hidayət Orucov, Allah rəhmət eləsin, dünyasını dəyişdi və Azərbaycan ədəbiyyatında, Azərbaycan mətbuatında xüsusi və önəmli yeri olan bir adamdır Hidayət Orucov. Biz onu ta uşaqlığımızdan tanıyırıq. Qərbi Azərbaycanda yaşayanda, gəncliyimiz dövründə, orta məktəb illərindən mən tanıyıram Hidayət Orucovu. Hətta bizim kəndimizə gəlmişdi və hətta atamla şəkilləri var. Və bunu mən Hidayət müəllimə özünə də görüşəndə söyləmişdim. O da xatırlamışdı təbii ki. Qərbi Azərbaycanda tanınmış adam idi Hidayət Orucov və Sovet Ermənistanı qəzetinin əvvəlcə müxbiri oldu, sonra orada səlahiyyətli vəzifələrdə işlədi, sonra İrəvan Dövlət Dram Teatrında işlədi, sonra Azərbaycana gəldi. Milli Azadlıq Hərəkatında önəmli yerlər tutdu. Təbii ki, bütün bunları artıq tarix yazır və mən bunlar haqqında danışmaq istəmirəm. Sadəcə olaraq Hidayət Orucov haqqında xatirələrimi danışmaq istəyirəm. Maraqlı xatirələrimiz var. Hidayət Orucov milli adam idi. Milli dəyərlərə hörmət edən adam idi. İndiki dövrümüzdə son dərəcə önəmli bəzi xüsusiyyətlər var ki, Hidayət Orucov onlara riayət etməyə çalışdı. Mən onu həm Dini Komitə üzrə Dövlət Komitəsinin rəhbəri olanda yaxşı tanıyırdım, həm də prezidentin milli məsələlər üzrə müşaviri olanda tanıyırdım. Prezidentin milli məsələlər üzrə müşaviri olanda bizim ilk tanışdığımız olmuşdu. Mən o vaxtda birazdan danışacağım. Amma Dini Komitədə də bizim Hidayət müəllimlə bir neçə dəfə görüşlərimiz və söhbətlərimiz olmuşdu. Diqqətli tamaşaçılarımız xatırlayar. O vaxtlar mən Vətəndaş Həmrəyliyi qəzetində çalışırdım və o zaman bizim Azərtürk Qadınlar Birliyindən ortaq layihələrimiz vardı. İndi hörmətli Tənzilə xanım deputatdır. Bilmirəm, Azərtürk Qadınlar Birliyi hələ qalırmış, fəaliyyətini davam elətdirirmi? Bu vaxtı Tənzilə xanım da təbii ki, milli məsələlərdə həssaslıq nümayiş etdirirdi. Və o zaman biz dini məsələlərlə bağlı Beynəlxalq Media Mərkəzində, mənim yadımdadır, tədbirlər keçirirdik, tədbirlər silsiləsi. Hər həftəlik tədbirlər vardı. O vaxt Vətəndaş Həmrəyliyi qəzetinin arxivlərində var. Biz 2 səhifə, 3 səhifə böyük materiallar verirdik. Demək olar ki, stenoqramı verirdik. Böyük də səs gətirirdi. Bilirsiniz nə vaxtları idi? Bu o vaxtları idi ki, nurçular at oynadırdılar Azərbaycanda. Biz də nurçular məsələsini 2 dəfədən, 3 dəfədən bir nurçular məsələsini qoyurduq müzakirəyə. Yəni, günümüzün dilinlə, günümüzün literaturunla fetoçuları müzakirə edirdik. Mən sizə söhbət edirəm 2000-ci illərdən. Bəli, 2000-ci illərdən. Bunların hamısı da təbii ki, Vətəndaş Həmrəyliyi qəzetinin arxivlərində var. İnşallah ömür qismət eləsə, təbii ki, o yayınları da kitab halına gətirib nəşr eləmək olar. O da fikrimdə var. Mənim yadımdadır, orada da Respublikanın ictimai siyasi xadimləri, ciddi media adamları iştirak edirdi. O zaman daha fərqli idi Azərbaycan. 2000-ci illərin əvvəllərində
həm müstəqil vətəndaş cəmiyyəti vardı, həm ciddi hüquq müdafiəçiləri vardı, din adamları vardı, ilahiyyatçılar vardı və ciddi media vardı. Müstəqil və əzəmətli media vardı və biz onların da imkanlarından istifadə edirdik. Hətta Türk mediası da bəzi məsələləri işıqlandırırdı. Hər iclasdan sonra, bizim hər tədbirimizdən sonra Hidayət Orucov zəng edirdi. Hər tədbirdən sonra danışırdı. Mənə iradlarını bildirirdi. Bəzən biraz gərgin danışırdı. Xüsusilə bu nurçular məsələsində biz məsələnin həddindən artıq qabartdığımıza görə çox narahat olurdu. Çünki o zaman elə indi də nurçular və FETÖ-çülər Azərbaycanda böyük gücdülər. Böyük gücdülər. Türkiyədə o gücün qarşısı nisbətən alındı, tam alınmasa da Azərbaycanda ümumiyyətlə FETÖ-çülərin gözün üstə qaşın var deyəni olmadı. Mənim yadımdadır, bizim Hidayət müəllimlə o zaman bir neçə də söhbətlərimiz olurdu. Ehtiyatlı adam idi. Təbii ki, dövlət adamlarına məxsus olan bir xəfif bir qorxaqlığı vardı. Təbii ki, ehtiyat eləyirdi. Təbii ki, və bunun üçün də bəzi mövzuların hətta getməməsini istəyirdi ki, müzakirə eləməyin. Amma biz onun hamısını əvvəlcədən təqvim tutmuşduq, elan edirdik və biz onun hamısını həyata keçirirdik. Mən bilmirəm, digər adamlarla danışırdı mı Hidayət müəllim, amma mənə həmişə deyəndə mən həmişə sayğı ilə, hörmətlə onu dinləyirdim, amma Hidayət müəllim biz bu məsələləri əvvəlcədən elan eləmişik, yapacaq bir şeyimiz yox, biz bunu davam eləyəcəyik deyirdim və elə eləyirdik də. Təbii ki, müəyyən müddətdən sonra o məsələlərin hamısı dayandı. Biz o toplantılar dayandı. Mənim dəqiq yadımda deyil, niyə dayandı, amma indi belə baxıram, indi fikirləşirəm ki, bəlkə də səbəblərdən birisi o imiş. Və 2004-cü il idi. Mən bir başı bəlalı kitab çap eləmişdim və bu kitab haqqında indi bu telefon dinlənməyəcək ki, mən burada söhbətimi eləyim. La ilahə illallah. Deməli, bu Adolf Hitler'in Mein Kampf, Kavgam. Mən onu mənim savaşım adından tərcümə eləmişdim. O kitabıydı bizim ən maraqlı xatirəmiz bu kitabla bağlıdır. Mən ona görə də istədim ki, indi Allah rəhmət eləsin. Mən bir də Hidayət müəllimlə nə zaman danışacağım ki? Niyə danışım ki? Sadəcə xatirələrimiz vardı. Uşaqlıqdan tanıyırdım. Hidayət müəllimə hamının hörməti vardı. Və bu kitabla da bağlı maraqlı bir xatirəm olunca dedim, bunu tamaşaçılarımız da tarixdə bilsin. Mən ümumiyyətlə bu memuar janrında bir çox danışacağım məqamlar var. Onlar haqqında tamaşaçılarımıza da məlumat vermişəm. Qoy Hidayət müəllim elə birinci olsun. Günlərin bir günündə mən bu kitabı çapa hazırladım. Hitlerin Mənim Savaşım əsərini. Və mən bunu əslində bir neçə qəzetdə çap eləmişdim. O gün aydında başlamışdı. Hörmətli Şahbələr Çobanoğlu'na təşəkkür edirəm. O da dəstəkləmişdi. Sonra PS qəzetində davam elədi bu Eldəniz Elgünə təşəkkür edirəm. Düzdür, sonra Eldəniz Elgün MTN-də ifadəsində demişdi ki, mən bu kitabın çapının qəzetdə getməyini istəmirdim. Amma o istəməsəydi, mən necə qəzetdə onu çap eləyə bilərdim. Və mən bu kitabı
Bir neçə qəzetdən sonra Vətəndaş həmrəyliyində də deyəsən çap elədik və bu kitab bitdi. Yoxsa heç Vətəndaş həmrəyliyində olmadı. Nəysə. Kitabın tərcüməsini bitirdim, mən tərcümə elədim. Kitabı kitab halına saldım. Bir iş adamı var idi. Biz onu mənə dəvət elədi. Oturduq, söhbət elədik. Dedi, sən bu Hitlerin kitabını niyə çap eləmirsən? Dedim, ola, mənim bu boyda imkanlarım yoxdur. Dedi, mən sənə onun kitabın çapına nə qədər pul lazımdır? Mən dedim təxminən. Dedim, mən sənə pulu verirəm. Sən kitabı çap elə. Ondan sonra o kitabın satışından gələn pulla mənim pulumu qaytarırsan. Dedim, onu eləyərəm. Sağ olsun, yaxşı bir adam idi adam. Mən o kitabı çap elədim. Kitabı çap elədim. Böyük təbliğatını apardım. Xural qəzetində Ay Dünyanın ən böyük kitabı filan. Belə. Və bir gün mənə bir zəng gəldi. Telefonu götürdüm, dedi Hidayət Orucovun. Ya katibəsidir, ya köməkçisidir. Hər halda katibəsi idi. Hidayət mənim dedi, sizinlə danışmaq istəyir. Dedim, buyurun. Götürdük telefonu, çox səmimi danışdı. Deyəsən, o bizim ilk tanışlığımız idi. Dedi, bir gəl, səninlə görüşmək istəyirəm. Xahiş elədi, dedim, məmnuniyyət. Getdim prezident administrasiyasına. O zaman milli məsələlər üzrə dövlət müşaviri idi. Hidayət Orucov. Prezidentin müşaviri. Getdim böyük də bir otağı, əzəmətli də bir kabineti. Oturduq, kresloda üzbəüz söhbət elədik, çay gəldi. Bu mənə, təbii ki, biz xatirələrimizdən danışdıq, uşaq vaxtı. O bizim kəndimizə, evimizə gəlməyindən, atamla şəkilindən danışdım. Bu da tanıdı. Biraz da belə səmimi atmosferdə söhbət elədik. Dedik, sən çox böyük iş görürsən. Dedim, nəyi Hidayət müəllim? Dedi, sən bu kitabı Azərbaycanca çap eləməklə millətin qarşısında, dövlətin qarşısında çox böyük iş görürsən. Mənim vaxtım qutum qurumuşam. Mən Hitlerin kitabının nə olduğunu bilirəm. Onun girişində yazmışam ki, bu mənim böyük siyasətdə ayaqlarıma pranga olacaq. Mən Hitlerin Avropa üçün kim olduğunu bilirəm. Mən Almaniya üçün kim olduğunu bilirəm. Bəzi adamlar mənə sadə lövhəsinə deyirdi ki, Almaniya səfirliyinə müraciət elə, o Hitlerin kitabının çapına kömək edir. Mən dedim ki, nə danışırsınız siz? Almaniya səfirliyi elə İsrail səfirliyi kimi bir şeydir. Yəni, Hidayət mən belə deyəndə, mən biraz qurudum. Matım qutum qurudu ki, mən irad gözləyirdim. Dedi, sən çox böyük, sən millətə xidmət edirsən, çox böyük iş görürsən və eşq olsun sənə. Və başladı bu kitabla bağlı xatirələrini danışmağa. Dedi, mən Moskvada oxuyanda, Hidayət mənim Moskvada oxumuşdu deyəsən. Dedi, orada biz Hitlerin kitabını oxuyurduq. Mən dedi, Hitlerin kitabını həm Ruscadan, həm Almancadan oxumuşdum. Dedi, onun fikirlərində bəyəndiyim məqamlar var idi. Bir gün dedi, gəldim ki, Hidayət müəllim danışır. Yataqxanada mənim qaldığım otaq atım-atımdır. Hər şey darmadağındır. Nə olub? Məlum oldu ki, KGB, DTK gəlib otağımızı araşdırıb, axtarıb, kitabları götürüb. Sonra dedi, məni orada KGB-yə çağırdılar, dopros elədilər, izahatlar aldılar. Yəni, mənim bu kitaba görə başım çox dərdə girir. Ona görə elə mənim də biraz cavanlığımı xatırlatdın. İşində ol, mən sənə nə kömək eləyə bilərəm? Mən qurumuş halımda, matım qutum quruyub, içimdə də bir qəribə bir şey var, bir rahatlıq yarandı. Dedim, Hidayət müəllim, valla, siz bu kitabdan bir 300-500-dən ala bilərsinizmi? Mənə dedi, mən böyük kömək, bu kitabdan bir 300-500-dən almağınız olar. Dedi, alaram. Dedi, götürərik, biz 500-dənə götürərik və bütün kitabxanalara da verərik. Yenə heyrətlər içində dedim, lap yaxşı.
Yəni beynimdə də hesabladım. Neçəyədir? O zaman üçün mən 20 manat demişdim. O zaman da 20 manat xeyli pul idi. Yəni belə müəyyən ümidlər yarandı. Biz bilir, mən o vaxtda yazmışam, demişəm, media adamları nəşriyyatla məşğullar, tərcümə ilə məşğullar. Biz Jirinovskinin əsərini tərcümə eləyirdik, Zori Balayanın Uzaq kitabını tərcümə eləyirdik. Biz Fulton nitqini tərcümə eləmişdik. Churchill'in, dedim, Jirinovskinin Последний бросок на юга. Onu tərcümə eləmişdim. Onun hamısını Xural qəzetində vermişəm. Onu kitab da eləyəcəm hamısını. Yəni biz bu işləri görürük və təbii ki, Xuralın kitabxanası nəşriyyatını yaratmışıq. İndi Sərcanın məmləkəti Xuralın kitabxanasında nəşr olunur. Artıq bizim 9 kitabımız nəşr olunur. Yəni bütün bunların hamısının içində böyük arzular var. Təbii ki, əgər bu kitab yaxşı olsa, həm iş adamının pulunu qaytarıb verərəm, həm də müəyyən işlər görərəm. Sən saydığını say, gör. Bizim bəzi lobby qrupları nə sayır. Belə danışdıq. Dedi, mən 500-əni götürəcəm, heç bir problem yoxdur. Kitab çap olan dəqiqə mənə xəbər elə. Yenə mənə xoş sözlər. Mən də, yəni, Allah dedim, biz, yəni, dövlətik herhalde, yəni, dövlət adamı falan belə. Gəldim əziz tamaşaçılar, gəldim. Həvəslə davam elədik, kitab çıxdı. Zaten Hidayət müəllim məni dəvət eləyəndə kitab mətbəədə idi, artıq çapdaydı. Kitab çıxdı, tez 2 dənə Hitlerin Mein Kampf, mənim savaşım əsərini götürdüm. İlkini cənab prezidentə yazdım. İlham Əliyev. İkincisini hörmətli Hidayət Orucova, prezidentin milli məsələlər üzrə müşaviri Hidayət Orucova yazdı. Hitlerin birincisi cənab prezident İlham Əliyevə yazılıb, ikincisi də Hidayət Orucova. Zəng elədim, dedim gəlmək istəyirəm. Xanım dedi, buyurun. Getdim Hidayət müəllimlə görüşdük, yenə o otaqda, yenə çay gəldi. 2 dənə kitabı təqdim elədim Hidayət müəllimə. Hidayət müəllim aldı, valih oldu. Dedim, birincisini də cənab prezidentə yazmışam. Dedi, çox yaxşı, çox düz eləyibsən, mən onu dərhal təqdim eləyəcəm. Yenə də mənə övgülər söylədi, sən böyük iş görübsən, bu iş çox böyük işdir. Yenə mən qorumuşam, öz-özümə, yəni girişdə də yazmışam ki, bu kitabı çap eləyəndə məni nələr gözləyir, yazmışam, girişdə də yazmışam. Dedim, Hidayət müəllim, bəs o deyir, keçi canayını da qəssab bir axtarır. Dedim, Hidayət müəllim, bəs bu kitabı nə zaman? Dedi, əvvəl, 1-2 gün içində zəng elə, xanımı da tapşırdı, dedi, bu kitabları biz götürəcəyik. Dedim, yaxşı. Gəldim. Biraz da rahat, əmin, arxayın, dövlətin ən yüksək zirvəsində oturan adamlardan biri deyir, Hidayət müəllim dərhal prezidentə təqdim eləyəcək. Prezidentin məlumatı olacaq. Mənə kim yan baxa bilər ki? 1-2 gün keçmədi. Stəkanda fırtına, mən ömrümdə həmişə stəkanlarda olur fırtınalar başladı. Olaylar qəzeti düyməyə bastı. Olaylar qəzeti kampaniyanı başladı. Sonra bir Semyon Yexilov vardı burada. Dağ Yəhudiləri icmasının sədri idi. O prezidentə müraciət elədi. Xural qəzeti bağlanmalıdır. Baş redaktora həbs olunmalıdır. Bu kitab yığışdırılmalıdır. Aləm dəydi bir-birinə. 2004-cü il idi, yanılmıramsa. 2004-cü ilin dekabr ayının 8-də baş mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi məni gəlib redaksiyadan götürdü. Və axşama kimi baş mütəşəkkil cinayətkarlığa dair idarədə soru-sual elədilər. Orada bir şeyx Allah Şükür Paşazadənin kürəkəni deyəsən, bacısının yoldaşı Şərif. Onun rəisi, idarənin rəisi oydu. Ədəbiyyatlarla bağlı belə bir şey. Axşama kimi
Sonra da İmran müəllim var idi. Deyəsən o sonra insan alveri üzrə mərkəzin direktoru oldu, rəisi oldu. O məni öz maşınla apardı, öz maşınla da qaytardı. Böyük ajitaj yarandı. Hətta Mir Şahin zəng elədi, o zaman yadımdadır. Qənimət zəng elədi, mən Vüsalə xanıma zəng elədim apaya. O zaman media müstəqil idi, diri idi, biz bir yerdə idik. Məni çox istəyirdilər, hələ istər ki, baş verməmişdi. Hələ hörmətli vaxtlarımız idi. Və mən banditizmə girəndə ANS alt xəbərlərindən məsələni yaymışdı və özü baş xəbər kimi yaymışdılar. Dünya qopmuşdu. Bu böyük bir proses oldu. Ömür qismət olarmı bilmirəm. Mən o prosesi yazam. Zaten Xural qəzetində əksəriyyəti var onun. Dünya ayağa qalxdı. London yəhudiləri məni müdafiə elədi. Yəni biz ayırt elədik ki, bunu Wehrmachtın təyyarələri, Hitler ordusunun təyyarələri Londonu bombalayanda bu kitab satışda olub ki, Kremlin kitabxanasında satışdadır, Türkiyədə satışdadır, İranda satışdadır, İsrailin özündə satışdadır. İsrailin hərbi akademiyalarında bu kitab tədris olunur, filan. O zaman da Semyon Yexilov adlı bir adam demişdi ki, bu dildə, Azərbaycan dilində və Azərbaycan dövlətində çap ola bilməz. Ona jurnalistlər sual vermiş ki, dünyanın hər yerində bu sərbəst satışdadır. Demişdi, Azərbaycanda və Azərbaycan dilində olmaz. O zaman mən istiqlalçılara müraciət elədim, ANAR-a müraciət elədim, yeri göyü bir-birinə qatdım, bütün millət vəkillərinə, Azərbaycanın müstəqilliyini qoruyan adamlara ki, kişi bizim dilimizə saldırdı. Azərbaycan dilində olmaz nədir? O nə deməkdir ki? Və mənim mükafatım oldu ki, Afaq Məsud, bizim görkəmli yazıçımız Əli Vəliyevin qızı ANAR Məsud, Afaq Məsud bizi tərcümə mərkəzindən qovdu. Siz tanışırsınız. Tərcümə etdiyim bir kitaba görə Xural qəzeti tərcümə mərkəzindən çıxarıldı. O zaman da bizim yanımızda 525-ci qəzet vardı, Rəşad Məcidlə dostuyduq, indi olmasın. Biz Rəşad Məcidlərə neçə dəfə dedik, onun da kömək olmadı. ANAR Afaq Məsuda tapşırdı, Afaq Məsud da bizi, eləcə çıxdıq, getdik başqa bir qaraca. Və Hidayət müəllimə gəlirəm, məsələnin kökü ondadır. Bu hadisələr ildırım sürətindən davam edir. Mən Hidayət müəllim axtardım. Bir gün, 2 gün keçib, bütün ölkə mediası bizdən yazır. Yer göy bir-birinə dəyib. Bütün qəzetlər bizdən yazır. Mən orada hörmətli yəhudilərin Azərbaycanda nə qədər güclü və qüdrətli olduğunu onda gördüm mən. Siyasi partiya sədrlərində, başqanlarında, media qruplarında, qəzetlərdə mən orada gördüm ki, birdən-bir adamlar necə nələri yazırdılar, nələri danışırdılar. Allah, belə şeylər mi olar? 2 gündən sonra Hidayət müəllimə zəng elədim. Xanım dedi ki, çox ağrıyır, xəstədir, qripdir deyəsən dedi, işə çıxmır. İşə çıxanda sizi axtaracaq. Mən artıq gözümü yığdım. 500 kitabın alınma məsələsindən gözümü yığdım. Ölkə ayaq üstə durub 500 kitab nədir? Bu arzum suya düşdü. Bir gün keçmişdi, ya elə həmin gün idi, bilmirəm, keçmiş günlərdir. Ola bilər ki, o mənim qeydlərimdə, arxivlərimdə var. Bir də gördüm, mənə zəng gəldi. Telefonu götürdüm, Hidayət. Bizim bu dövlət adamlarının da bu Heydər Əliyevə özlərini oxşadırlar. Amiranə danışıq tərzləri var axı. Ay əvəz dedi, sən nə eləmişsən? Dedim, Hidayət müəllim, mən nə eləmişəm mən? Siz bilirsiniz, mən kitab çap eləmişəm, tərcümə eləmişəm. Dedim, yəni təcili cənab prezidentin yanına çağırırlar. Mən təcili cənab prezidentə məruzə eləməliyəm. Sən mənə bir şeyi de görün. Hitler o kitabda Yahudilərdən nəsə yazıb mı? Mən növbəti dəfə şok keçirdim telefonun arxasında. Və Hidayət müəllim, qurban olum sən. Və sən deyirdin ki, mən bunu almanca oxumuşam, mən bunu
Rusça oxumuşam, məni ki axtarıb aparıb, məndən nə bilim izahat alıb, və sən nə oxuyubsan ki? Mən təbii ki, bunları öz-özümə deyirəm. Dedim, Hidayət müəllim, Hitler Yahudilərdən başqa nədən yazıb ki? Elə kitab, Hitlerin kitabında bir Yahudilərdir, bir də kommunistlər. Vəssalam. Hitlerin başqa bir dərdi olmuyor ki. Hitlerin dərdi olub Yahudilər, Hitlerin dərdi olub kommunistlər. Mənim savaşımda bu iki anlayışın üzərində bərqərardır. Vəssalam. Yaxşı dedim. Görün mən nə eləyirəm? Təbii ki, ondan sonra mənə cinayət işi açıldı. Sonra banditizm, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsi. Çox da qəribə adları var. İşi göndərdi MTN-ə. MTN-də mənim işim fevral ayının 26-sına qədər davam elədi. 2005-ci ilin fevralın 26-sına qədər. 2005-ci ilin fevral ayının 26-sında məni dəvət elədilər və orada mənə müstəntiq Əliyev var idi. Müstəntiqim. O dedi ki, bəs belə əməlində cinayət tərkibi olmadığına görə işə xitam verilir. Sonra məni dəvət elədilər. Tələt Məmmədov deyəsən MTN-in İstintaq İdarəsinin rəis əvəzi, onun yanına. O da içəri girən ki, mənə dedi, özün qəhrəman hissə hesab eləmə. Burada gəlirsiniz, buradan da çıxanda gedirsiniz, ya belə yazırsınız dövlətin haqqında filan. Mənə deyim, Tələt müəllim, birincisi mən heç nə yazıb eləməmişəm ki, siz də qəhrəman sizsiniz, qəhrəman sizsiniz ki, bizi Yahudilərin ayağına vermədiniz. Bu da onun xoşuna gəlmişdi. Zaten mənim dediyim də xoş sözüydü da, yəni. Qəhrəman təbii ki, dövlət idi. Təbii ki. Yəni o zaman mən bilirəm Heydər Əliyevin İsrail səfirindən Vahid Mustafayevin arasında bir ciddi bir anlaşılmazlıq var idi. Və İsrail səfiri Vahid Mustafayevin cəzalandırılması üçün Heydər Əliyevə müraciət eləmişdi və Heydər Əliyev ona çox sərt cavab vermişdi. Gedin oturun yerinizdə misal. Təbii ki, məsələ bitdi. Fevral ayının 26-sında Xocalı soyqırımı günü bugün kimi yadımdadır. Mən əməlində cinayət tərkibi olmadığına görə iş xitama getdi. Sonra bizim bəzi yazılarımız oldu. Sonra Zakir Qaralov məni hədələdi ki, o işi təzədən qaldıraram. Sonra Zakir Qaralov həmin işi baş prokurorluq işə xitam verdi və təzədən mənə cinayət işi qaldırdı. O cinayət işi bir neçə il getdi və Zakir Qaralov səviyyəsində Ramiz Rzayev açmışdı mənə cinayət işini, o zaman Ali Məhkəmənin sədr müavini idi. Onlar səviyyəsində təzyiq olundu hakimlərə, Allah rəhmət eləsin, deyəsən rəhmətə gedib Turqay Hüseynov vardı Nərimanov rayon məhkəməsində. O Turqay Hüseynov mənə dedi ki, əvəz mənim, bunlar məni deyiblər ki, yəni sən hakim verməlidir qərarı, hakim də cəzalandırmalıdır. Burada da cəzalandırılacaq nə iş var ki? Və mənə tarixdə çox maraqlı bir hökm çıxarıldı, əziz tamaşaçılar. Nərimanov rayon məhkəməsinin hakimi Turqay Hüseynov risk eləyərək, Zakir Qaralov da tələb eləyirdi mənim həbsimi, Ramiz Rzayev də tələb eləyirdi mənim həbsimi. Risk eləyərək belə bir qərar çıxartdı ki, hökm. Əvəz Zeynallı cəzalandırılmamakla təqsirli bilinsin. Cəzalandırılmamakla təqsirli bilinsin. Sonra mən vəkillərlə məsləhətləşdim. Vəkillər də işi Avropa məhkəməsinə götürmədilər. Dedilər ki, Avropa məhkəməsində sənin əleyhinə qərar çıxa bilər. Amma mən ona inanmıram, çünki bu tərcümə işidir. Tərcümə işinə görə niyə qərar çıxsın ki? Dünyanın bütün dillərində tərcümə olunub. Və mən onunla Hidayət Orucovu görmədim. Hidayət Orucov yəni zəng eləmədi, axtarmadı. Mənim də dövlət məmurunla nə işim var ki? Mən axtaranı saymışam, mən axtarmayanla mənim nə işim var ki? Aradan bir müddət keçdi. Biz təsadüfən, deyəsən elə sonra o tədbirlər
o bayaqçı danışdığım o dini tədbirlər ondan sonra oldu da. Sonraki proses idi. Hidayət müəllim. Onda mənə dedi ki, bəs sən bilmirsən, amma biləsən ki, mən sənə çox kömək elədim. Mən cənab prezidentə də dedim sözümü, mən sənə çox kömək elədim. Mən də təbii ki, inandım, yəni. Hidayət müəllim ağsaqqal adamdır, məndən qorxmur. Onunla mənim, o, niyə mənə başqa söz desin ki? İnandım. İnanırım, indi də inandım. Sonra bizim təbii ki, münasibətlərimiz kəsildi. Sabir Rüstəm xanımın mənə Türkiyədə tələb olanda dediyi bir söz vardı. Mən onu Böyük Gələcək jurnalının başlığına çıxartmışdım. O deyirdi ki, hələlik hamı üçün yaxşı olansın. Amma böyüdükcə, maraqları tapdaladıqca hamı sənin düşməninə, rəqibinə çevriləcək. Belə bir söz demişdi. Həyat onu mənə tamamilə göstərdi. Sonra mən həbs olundum 2011-ci ildə. Təbii ki, o zamanlar mən Hidayət müəllimi görmədim. Sonra həbsdən azad olundum. Təbii ki, yenə görmədim. Sonra mən arada 9 il azadlıqda qaldım. Xural TV açıldı. Böyük işlər gördük. Çalışdıq. Təbii ki, Hidayət müəllimi yenə görmədim. Mən eşitdim ki, hansısa ölkədə deyəsən Tacikistanda səfirimiz oldu bizim. Təbii ki, artıq Hidayət müəllimin də adamları yavaş-yavaş müəyyən dövlət qurumlarında işləməyə başladı. Dedilər, bu Hidayət müəllimin bacısı oğludur, bu Hidayət müəllimin qardaşı qızıdır, bu Hidayət müəllimin həmisi oğlunun oğludur, biri Təhsil Nazirliyində, biri hər yerdə, yəni Hidayət müəllim artıq hər yerdə görünər oldu. Və təbii ki, mən 2022-ci ildə yenə həbs olundum və təbii ki, Hidayət müəllimi görmədik. O zamandan da bizim Hidayət müəllimlə əlaqələrimiz kəsildi. Yəni, çünki Azərbaycan ümumiyyətlə bizim ölkəmiz belədir. Hələ böyük dövlət adamları, müəyyən dərəcədə imkanları, səlahiyyətli olan adamlar, yəni digər ölkələrdəki kimi həbsdə olanda insanların arxasında durmaq, arxasınca getmək, onu müdafiə eləmək anlayışı bizdə olmadığına görə mən də bunu təbii qəbul edirdim. Amma həmişə, Allah rəhmət eləsin Hidayət müəllimə, həmişə bu Hitler məsələsi mənim ağlımda var. Həmişə də danışıram, bəzən, nə bilim, xoş bir xatirə kimi danışıram ki, mənə dedi ki, Almanca oxumuşam, Rusça oxumuşam, ondan sonra da mənə zəng elədi, dedi ki, bəs Ayəbəz, bu Hitler bu kitabda Yahudilərdən nəsə yazıb. Dedim, Hidayət müəllim, Hitler Yahudilərdən başqa heç kimlə yazmayıb ki, zaten. Komünistlərdir, bir də Yahudilərdir. Əziz tamaşaçılar, Hidayət müəllimin bu günündə sabahda deyəsən onun 3-7 mərasimidir, Təzəpir məscidində keçiriləcək. Allah rəhmət eləsin. Yəni, Hidayət müəllim sakit, ciddi, ağır bir dövlət adamı idi. Bir ömür yaşadı. Kitabları var, mən onun kitablarının əksəriyyətini oxumuşam, hamısı da gündəliklərimdə var. Hamısı haqqında da şərhlərim var, kitabların özətləri var, kitablar haqqında fikirlərim var, bəzi etirazlarım var, bəzi təqdirlərim var. Mənim təqdirlərim adətən az olur. Amma Hidayət müəllim haqqında bu xatirələrimi sizlə bölüşmək istədim. Allah bütün ölənlərə rəhmət eləsin. Allah yaxşı adamları həmişə var eləsin. Məkanını cənnət eləsin. Sağ olun, sağlıqla qalın.